Prezident İlham Əliyev Pezeşkanın zəngində yaranmış gərginlikdən narahatlığını bildirdi və Azərbaycanın vasitəçilik təklifini təqdim etdi. Bu telefon zəngi İran ətrafında hərbi ssenarinin reallığını əks etdirən məqamlardan biridir və bu vəziyyət Bakını narahat edir. Birincisi, İranda mümkün müharibə regionda Azərbaycana da təsir edə bilər. Bu baxımdan Bakı gərginliyin aradan qaldırılmasında maraqlıdır. Azərbaycanın qarşıdurma tərəfləri arasında vasitəçilik imkanları böyükdür. İkincisi, İranda hərbi qarşıdurmada Azərbaycanın hədəf kimi göstərilməsi cəhdləri var. Bayramov Əraqçıya Azərbaycanın platforma olmayacağını izah etdi. Ardınca prezidentin İranlı həmkarına zəngi Bakıya qarşı kampaniya fonunda əhəmiyyətlidir. Əliyevin zəngini Pezeşkana dəstək kimi də oxumaq olar. Amerika ilə qarşıdurmada mümkün ssenarilərdən biri zəif ehtimal olsa da, teokratik rejimin arxa fona keçməsi, idarəçilikdə prezident administrasiyasının önə çıxmasıdır. Bu halda İran daxilindəki qrupların mübarizəsi perspektivləri yaranır və belə bir ssenaridə Bakının dəstəyi Azərbaycanlı Pezeşkanın mövqeyini gücləndirəcək. Eyni zamanda Amerika başda olmaqla xarici oyunçuların rəyinə təsir edə biləcək amilidir. Qeyd edək ki, yanvarın 31-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Məsud Pezeşkana zəng edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, söhbət zamanı Azərbaycanla İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı və xalqlarımız arasında tarixi, etnik və dini bağların olduğu bir daha qeyd edilib. Telefon danışığı əsnasında İran prezidentinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlanıb. Bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlərin qrafika uyğun aparıldığı vurğulanıb. Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb. Prezident Məsud Pezeşkan öz tərəfindən Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri və gələcək birgə addımlar barəsində fikir mübadiləsi aparılıb. Təmasların davam etdirilməsi barədə razılıq əldə olunub. Siyasi şərhçi Asif Nərimanlı. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.